Herkese salam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayım. Bugünkü videomuzda dostlar, bugün bizlere hediye edilen paketi ve buradan kimler alınmalıdır, kimlere ihtiyacımız var, hansı oyuncular hansı seviyededir, bunlar hakkında bir videomuz olacak dostlar. Ve videomuza keçid edək dostlar. Sizler de bu videonu beğenip kanalımıza da abone olmayı unutmayın. Öncəliklə buradan gələk seçməli sözləşməyə. Bir dənə seçməli sözləşməmiz olacaq. Burada Batistuta, Van Buiten, Nakata, Massimio Otto, Owen, Ludovic, deməli Christian və Dennis Bergkamp kimi oyuncularımız var. Öncəliklə gələk hücum xəttindən və hücum xəttinə başlamamışdan əvvəl hansı oyuncu ümumiyyətlə alınmaz? Ümumiyyətlə Ludovic qəti şəkildə alınmaz bu paketdən. Yəni bunu tamamen yadda saxlayın. Ona görə bu alınmamalıdır. Gəldik Gabriel Batistuta və Michael Owen. Gabriel Batistuta normalda 104. İki gücləndirici menajerlərdən Filippo Inzaghi ilə 105 səviyyə qədər çıxa bilər. Owen da eyni şəkildə 103, 104-ə qədər çıxa bilər və bu iki oyuncu paketin ən yüksək səviyyələridir belə deyək. Buradan əgər sizin kollektiv gücə ehtiyacınız varsa, yəni kollektiv güc üçün oynayırsınızsa, Gabriel Batistuta əldən çıxardılmamalıdır. Amma unutmayın ki, oyunun ən sevici, ən belə deyək, ofansif, həm sürətli, həm də bitirici oyuncularından biri Owen'dur. Yəni Owen hücumda çox işi belə deyək görür və buna görə də Owen bu paketdən qaçırdılmamalıdır. Hücumçusu olmayanlar üçün Owen ümumiyyətlə əldən qaçırdılmayacaq bir oyuncudur. Əgər David Williams varsa, yanına da bir dənə Owen qoyursunuz, yəni hücum ikiliniz çox güclü olur. Amma Batistuta dediyim kimi o qədər də güclü oyun oynamır, amma səviyyəsi 105-ə qədər çıxa bilər təbii ki. Gəldik ofansif orta sahalara. Ofansif orta sahalarda gördüyünüz kimi Nakata və Bergkamp var. Deyəcəksiniz ki, indi buradan mən Bergkamp alaram ya da Nakatanı. Ümumiyyətlə əvvəlcə paketlər gəlmişdi və unutmayın ki, o paketlərin içərisində dostlar Snyder var idi. Yəni Milanın oyuncusu bildiyiniz kimi. Həmin Snyder'in kartı zaten 102 səviyyə qədər çıxa bilir. Buradan da Nakata ilə Bergkamp da 102-103 səviyyələrə qədər çıxırlar. Və bu oyuncular belə deyək, əgər ofansif orta sahada bir dənə Snyder var, yanına da bir dənə oyuncu alıb qoymaq istəyirsinizsə, Snyder'in yanına qoya bilərsiniz Nakatanı. Bergkamp'ı da alıb qoya bilərsiniz təbii ki. Amma Bergkamp Nakata'ya görə biraz daha yavaş oyuncudur və amma təbii ki, özəl güc baxımından Dennis Bergkamp da əldən qaçırdılmamalıdır. Ofansif orta sahalarda bir zəifliyiniz varsa mütləq alın. Amma Snyder'iniz varsa, yəni bunu da almaq belə deyək heç bir yeri yoxdur. Gəldik indi isə müdafiə xəttinə. Müdafiə xəttində Van Buiten'dir. Və bu Van Buiten'in kartı dostlar yok edici tarzındadır. Ümumiyyətlə bunun özəl bir basımı var. Sürətin 80-80-də çıxarıb digər özəlliklərinə çox yaxşı səviyyə gətirib. Van Buiten'in tadından yenilməzdir. Çünki boyu çox böyükdür və çox güclü bir defansifdir. Ümumiyyətlə əgər o vaxtı gələn paketdən Bastonini almısınızsa, Bastoninin yanına da bir dənə Van Buiten'i çəkib qoyub ikili, yəni bir yok edici, bir oyun kurucu çox qəşəng bir şəkildə müdafiə düzəldə bilərsiniz. Necə ki David Villa ilə Owen olurdu. Eləcə də dostlar Van Buiten'lə də olar. Burada da Owen'un hətta biz göstərək, Owen'un da gördüyünüz kimi fırsatçı golcudur. Batistuta da fırsatçı golcudur. Buradan Bergkamp'ın gördüyünüz kimi boşluq kollayandı və Nakata da səhv eləmirəmsə boşluq kollayandı. Yəni oyun tarzları da çox mükəmməl gəlib dostlar. Amma Ludovic gezici kanatdır və yəni alınmayacaq tək oyuncudur buradan. Gələk son olaraq Massimio Otto'ya. Ümumiyyətlə dostlar Otto yəni hücumçu bekdir və Otto'nun defansif gücü olduqca qəşəngdir. Amma belə bir şey deyim sizə, əgər o vaxtı gələn paketdə Beletti'niz varsa, Massimio Otto'nu yəni alıb Beletti'nin belə də işlədirsinizsə, Otto'nu da ora qoya bilməyəcəksiniz. Amma Otto'nu alıb bir stoper kimi gücləndirib stoperdə oynada bilərsiniz. Əgər siz bunu elə edəcəkdinizsə, onun əvəzinə belə deyil Van Buiten'i alın. Deyəsiniz ki, mən indi paketləri açmışam, tutalım ki, mənə Gabriel Batistuta gəlib, Otto gəlib, hansını alım?
Orası artıq sizin öz işinizə qalır. Mən bunu bilmirəm, ona görə də bu söhbətlərə girmirəm. Onu da siz özünüz ən yaxşısını bilirsiniz dostlar. Yəni hansı oyunçunu almalısınız artıq. Təbii ki, yaxşılar çıxandan sonra özünüzün heyətinizə uyğun da bir oyunçu ala bilərsiniz. Gəldik qapçımıza. Kristian qapçımız ümumiyyətlə olduqca güclü bir qapçıdır. Niyə görə? Bu qapçı belə deyək, səviyyələri, yəni 90-ın və 90-ın üzərindədir. Zıplaması sadəcə desə 88 midir ya da 86-dır, belə bir gücə gəlib çatır. Yəni qapçınız yoxdursa, əgər buradan oyunçular çıxartmışsa artıq ücretsizdən açılımlardan, yəni oyunçu çıxıbsa, qapçı zəifliyiniz varsa, yəni qapıda güclü bir ad tapa bilmirsinizsə, bu qapçı alınır. Amma normalda əgər bir qapçı varsa, qapıda güclü bir qapçı, yəni belə deyə iş görməz, digər oyunçuları alıb özünüzə daha çox xeyir eləyə bilərsiniz. Ümumən anlayışlar bunlardır. Sizlər də yəni bundan götürün. Öz heyətinizə uyğun ən yaxşısını siz özünüz bilirsiniz. Amma mən ümumi bir anlayış dedim. Yəni nələr ola bilər, nələr ola bilməz. Ona görə siz də bunlara uyğun öz işinizi görün. Videomuz bu qədərdir dostlar. Videomuza like atıb kanalımıza da abunə olmağı unutmayın dostlar. Sağ olun.